Bugün 9-cu siniflərin imtahanında olan belə bir sualı izah eləmək istəyirəm. Sualın yanlış olduğunu iddia edirəm və onu sübut eləyək ki, niyə görə yanlışdır. Deyilir ki, iti bucağının tənböləni trapesiyanın iki oxşar üçbucağa ayırır. Gəlin iti bucağın tənbölənini çəkək. İti bucağın tənbölənini çəkdikdə bu bucağın alfa olduğunu görürük. Əgər bura alfadırsa, daxili çarpaz bucaqlardan burada alfadır. Onda belə çıxır ki, ABC üçbucağı bərabər yanlıdır. Bura 7-dirsə, demək ki, burada 7-dir. Böyük oturacaqda 28 verir. İndi oxşar üçbucaqları qurarkən bu iki alfanın cəmi iti bucaq olduğundan biz bu hissəni alfa götürə bilmərik. Çünki gərək onda 2 alfanın cəmi buradakı kör bucaq olsun. Bu mümkün deyil. Ona görə də bu bucağı bir alfa götürürük. İndi isə oxşarlığı qeyd eləyək. Üçbucaq ABC. O zaman belə çıxır ki, bura bir betadırsa, deməli burada bir betadır. Üçbucaq ABC oxşardır üçbucaq ACD-yə. Üçbucaq ACD-yə. Gəlin bunu qeyd edək. Oxşarlığı quranda qursaq AB-nin AC-yə nisbəti, sonra nə quracağıq? BC-nin AD-yə nisbəti və yenə də AC-nin AD-yə nisbətini qurmuş olacağıq. Gəlin bu bərabərlikdən istifadə eləyək. AB-miz bizim 7-dir. AC-miz məlum deyil. Yenə də AC-mizi qeyd elədik. AD-miz də 28-dir. O zaman biz AC-nin kvadratının 7 vur 28 olduğunu alırıq. Bu da neçə eləyir? Bu da eləyir 196. Belə çıxır ki, onda AC-miz bizim neçədir? 14-dür. AC-miz 14 olduğuna görə bu sualın əslində burada dayandıracağım. Niyə görə? Biz baxırıq ki, burada bir üçbucaq yaranır. Bu bir üçbucaqdır və üçbucaq bərabərsizliyindən körbucaqlı üçbucaq olduğuna görə biz bilirik ki, üçbucaq bərabərsizliyi ödənməlidir və 7 plus 7 burada 14-ə bərabər olur. Yəni belə bir üçbucağın olması ümumiyyətlə mümkün deyil və sual yanlışdır. Bu sual bütün abituriyentlərin, daha doğrusu 9-cu sinif buraxılış imtahanı verən şagirdlərin xeyrinə hesablanmalıdır. Amma görək Dövlət İmtahan Mərkəzi buna necə reaksiya verəcəkdir.